nefrete çevrildi bakışlarınız. Kanlı seçilerden akışlarınız. Güllere garg olmuş baştaşlarınız. Namusun gayretin taşı şehitler. Dünyanın heyrete salan oldunuz. Azadlık odunda yanan o. Xəbərexpress.az saytının daimi tamaşaçıları, biz hal-hazırda Cəlilabad rayonunun Bəcravan kəndindəyik və söylədik ki, biz məhz bugün Azərbaycan varsa, Azərbaycan torpağı varsa, Azərbaycan vətəni varsa, bu bizim şəhidlərimizin sayəsindədir və hər zamanda söyləyirik ki, torpaq qana qarışanda vətən olur və biz də gəlmişik ki, məhz bizi bu torpaq üzərində yaşadan şəhidlərimizi ziyarət edək. Bəli, bax, hal-hazırda gördüyümüz bu boş ərazi məhz qəbristanlıqdır. Məhz bu qəbristanlığa da ilk elə bizim Cəlilabad rayonunun şəhidlərinin qəbirləri, məzarları oldu və bugündən sonra bu qəbristanlığın adı Şəhidlər Xiyabanı, Şəhidlər qəbristanlığı adlandırılacaq. Verdi köksünüzü. Allah rahmet eylesin. Allah rahmet eylesin. Ruhları şad olsun. Allah rahmet eylesin. Ülke prezidentimizden, Ali Başkomandan'la bir talep oldu bütün Cəlilabadlılardaki. Bu muharebəni yandırmıyor. Biz o gün rahat olacak ki torpaqlarımız azadlığa çıksın, şəhidlərimizin ruhu şad olur. Onun qanı yerdə qalmaz. Prezidentimiz ordenlə də tərtib edir. Bilirəm, xəbərimiz var. Və hər bir şəhidlər ordenindən, layiqli mükafatlarından təltif olacaqlar. Və Allah ölkə rəhbərimiz də qorusun ki, bu şəhidlərimizin qanı yerdə qalmadı. تكلمنا أيديهم وتشهد أرجلهم بما كانوا يكسبون ولو نشاء لتمسنا على أعينهم فاستبقوا الصراط فقيلون كما علمناه الشعر ما ينبغي له إن هو إلا ذكر وقرآن مبين لينذر من كان حيا ويحق القول على الكافرين أولم يروا أنا خلقنا لهم مما عملت أيدينا بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر تنزل الملائكة. Bura səbəb oldu Seyid Allah rəhmət eləsin şəhidlər. Birinci dəfə gəlib bu qəbristanlığın yerin məsələn buranı binövrə qoydular. Cəmaata da qiyamətə də nə qədər kənd var, bu millət var, elə bura gələcəklər. Səbəb bu şəhidlər oldu. Allah rəhmət eləsin. Allah dərəcələrini âli eləsin. Allah Peyğəmbərdən ayırmasın. Bunlar olmasaydı heç kəs cürət edib gəlib burada birinci ölüsünü dəfn eləmək istəmirdi. Heç istəmirdi. Elə qalmışdı bu qədər yer. Bunlar Allah rəhmət eləsin. Dərəcələrini âli eləsin. Yaxşı, bunlar. Qalmadı. Hasan Əvəl Hüseyin
ve bir mesuratı mübareketül ve bil Fatiha. Xəbərexpress.az saytının daimi tamaşaçıları, daimi izləyiciləri. Bəli, biz bugün Xəbərexpress.az olaraq rəhbərliyimizlə birlikdə gəlmişik Cəllabad rayonuna, Cəllabadın Böyük Bərcivan kəndinə. Və mən onu qeyd eləmək istəyirəm ki, doğrudan da Azərbaycanda, Respublikamızda harda Azərbaycanlı varsa, orada vətən sevgisi var və təbii ki, vətən bölünməz. Vətəni vətən edən bugünkü gündə bizim şəhidlərimizin qanıdır. Mən istəyərdim ki, məhz bugünkü proqramımızda, bugünkü efirimizdə məhz bir şəhidimizlə sizi tanış edən və o şəhidimiz bizim dəyərli şəhidimiz deyərdik ki, Hüseynov Fərid Fətəloğludur. İstəyərdik ki, Fərid haqqında məhz onun atası danışsın. Buyurun. Xoş gəlirsiniz siz də. Mən də Fəridin atası kimi deyim. Bizim uşaq demək Füzuli döyüşlərindən daha ki, getdi Şuşa döyüşlərinə qədər döyüşüb. Bayraq sancıblar Beşkəndə. Füzulinin Seyidbəyli kəndidir. Sonra çox kətlər yadımda qalmayıb. 5 dənə kəndinə bayraq sancıblar. Özü lap bayraq sancıb, yəni bayraqlar da olub. Həm də ki, qrup komandiri. Qrup komandiri idi. Şuşaya qədər döyüşüblər və ayın 7-si şəhidlik zirvəsinə olmuşdu. Siz döyüşdə olan zaman oğlunuzla danışırdınız və bilmək istəyirdik ki, biz əsas tamaşaçılarımıza onu bildirmək istəyirik ki, tanıtmaq istəyirik ki, nə danışırdınız? Onun istəyi, arzusu nə idi? Biz istəyərdik ki, bu barədə məlumat verəsiniz. Əsas arzuları ilə Qarabağı azad eləmək idi, qələbə çalmaq idi. Şükür Allah, qələbə də çaldılar. Ancaq çox da sir vermirdilər. İndi bunlar xüsusi təyinat olduğuna görə hər söz demirdilər. Arada indi zəng eləyəndə danışırdıq. Olurdu arada elə belə. Biz çox da demirdilər, sir vermirdilər. Amma arzuları, ən böyük arzuları Qarabağ azad eləmək idi. Qələbə çalmaq idi. İnşallah onu çaldılar. Bugünkü gündə onun döyüş yoldaşları nə deyir? Yəni istəyərdim ki, bu barədə məlumat verəsiniz. Çünki onları da məhz şəhidimizi tanıyan ən çox onun döyüş yoldaşları ola bilər. Çünki ən çətin günlərdə döyüş yoldaşları yanında olub. Döyüş yoldaşları çox mərd, döyüşən, ondan qabağa gedən, tərəfləyirdilər də, belə deyək. Çox mərd uşaq idi, qabağa gedən idi, hücum eləyək, arxaya çəkilmə yoxdur. Hamısı belə danışırdılar onun haqqında. Könüllü getmişdi, yoxsa çağırışla? Yox, könüllü deyəndə oradan özü könüllü getmişdi, hərb hissədən. Və oradan da ayrılıb, o qruplardan ayrılmışdı, xüsusi təyinatlara qoşulub, onlarla gedmişdi döyüşə. Hansı ərazilərdə döyüş? Füzulidən başlayıb da getdi Şuşaya qədər. Füzulində 5 dənə kəndin, bunlar alıblar, bayrağı da özləri sancıblar. Harada şəhid olub? Şuşada.
Ayın 7-si. Əvvəla xoş gəlmisiniz, salamlayıram. Mən şəhid Hüseynov Fərid Fətəloğlu'nun qardaşıyım. Sentyabrın 27-sindən döyüş gedir. Hüseynov Fərid Fətəloğlu Füzuli istiqamətindən döyüşlər apararkən 5 dənə kəndi almışdı. Sonra Şuşa istiqamətinə tərpənmişdilər. Hüseynov Fərid Fətəloğlu xidmət aparırdı. Şuşa istiqamətindən öz dostlarından Şuşa istiqamətinə hücum aparmışdılar və düşmən tərəfindən minamyot düşmüşdü. Hüseynov Fərid Fətəloğlu şəhid olmuşdu. Ne diyeyim uşağımla? Uşağım her gün danışırdı. Körpeliğinden büyüdüğüm uşağım. Her gün anasıyla danışırmış. Mehriban uşağıydı. Sinif yoldaşlarıyla, aliyle, hayat yoldaşıyla hamısı mehriban. Her gün səhər zəng edirdi ona. Ben gedirəm bir cəbiyim. Benim oğlum, Allah özün korusun sizi. 12 gündən sonra uşağımın nə telefonun zəngi gəldi, nə də özünü. Məndən istədiyi o idi ki, için anam, mən qabağa gedirəm, özünüzdə müğayət olun, mən yaxşıyam. Her gün danışanda deyirdim ben yaxşıyam. Ben qabaqda deyirəm. Balam beni anlatırdı. Evladım hakkında diyeceğin, evladım hamıya karşı mehriban idi. Mart'ın 1'inde toy elədi. Yine 8-9 ayın gəlini, evladı. Balamın evladı olandan sonra balamı yadıma düştü. Ne diyeyim? Şehitler Allah rahmet eylesin. Anaların elinden öpürüm. Baş eğer. Bütün şehit analar. Ne diyeyim? Buradan bizi izleyen şehit analları var. Sizin kimi. Bir şehit anası kimi onlara ne demek istiyorsunuz? Onlara da diyelim ki başlarınıza eylesinler. Ben şehit anası için hiç bak başlar aşağı olmasın. Hamısının yanında başımı eğirəm ki, yani ki benim kim onlar da başqaca olsun. Şehit analar. Şehitler ölmeyeyim. Bugünkü gündə onların qısası alındı. Kanları yerde qalmadı. Düzdür, oğlum əməşə deyirdi ona, narahat olma, irəli, hamı irəli gedir, irəlidir, bir-birinizdən müğayət olun. Batıyam Hüseynova günü kardeşimden fəxr edirik. Son dəfə zəng elədi, mesaj yazdı ki, bacı özünüzdən müğayət olun. Həmişə bizim ürəyimizdir, fəxrimizdir. Nələr danışırıq? Bizimizdə 2 əmanəti var. Özü şəhid olmamışdan qabaq zəng elədi. Peyğəmbər adı qoydu, Əbəlfəz adı qoydu. Əbəlfəzimə yaxşı baxın, yoldaşıma yaxşı baxın. İkisi də sizə əmanətdir.
Xalasıyam. O bizə, mənə oğul kimi, öz balalarımdan da çox istəyirdim o. O inansan, nə deyim, hamını, dayını, xalanı, əmini, bibini çox istəyən uşağı idi. Harda olur olsun, məni heç vaxt yaddan çıxartmayıb. Həmişə də deyərdi ki, xala, mənim 8 ayın evliliyi idi. Doğulmamış körpəsi də qaldı. Əmanət elə deyərdi xala. Sən anam kimisən mənə, doğmasan mənə. Hər bir sözün xalası ilə bölüşərdi o. O əskərlikdə olduğu vaxtı da, hərbidə olduğu vaxtı da həmişə birinci xalasına zəng eləməsəydi dayanmazdı. Nə olur olsun, bizə zəng eləyərdi. Deyərdi xala, anam kimisən sən. Anama demədiyim sözləri sənə deyirəm. Cəmpiyə gedəndə də heç vaxt bizə heç nə demədi. Dedi elə arxadıyam, arxain olun. Arxain olun ki, mən arxadıyam. Amma yola düşüb gedəndə öz bibisi oğluna, həm də qaynıdır. Ona demişdi, mən şəhid olacam. Anama, atama heç kimə demiyor. O getdi irəli, Şuşa döyüşlərində, Əlbəyxar döyüşlərində şəhid olmuşdu. Onun şəhidliyini də heç birini hamıdan qabaq xala bildi. Xalasına gəldi xəbər. Dedi ki, heç kimə heç nə demiyor. Biz 3 gün saxladıq onu, anasından gizlin ki, ana bilməsin. Amma ki, dözə bilmədik. Onu yola saldıq. Getdilər gətirməyə. Ana ondan sonra bildi. Ananı həmişə izlədirdik ki, bizə xəbər gəldi ki, şəhid olub. Sizin balınız. Biz ondan fəxr duyuruq. Başımızın ucasıdır. Həmişə də uca məqamlar deyildi. Məktəb vaxtında da, sinif yoldaşlarında da, cəhvə dostlarında, hamısının arasında fəxr eləyirik. Həmişə də irəli can atırdı getməyə. Ailəni də əmanət elədi. Doğulmamış uşağının öz adını qoymuşdu ki, mən şəhid olsam, uşağın adı Peyğəmbər Əbəlfəz qoyarsınız. Biz necə dözməli dördüzdür. Vətən sağ olsun. Bütün şəhid anaların qarşısında baş əyirik. Yaralı əskərlərimizə Allahdan şəfa istəyirik ki, nə deyək, prezidentimiz sağ olsun, vətən sağ olsun. Bundan artıq nə deyək, biz ondan fəxr edirik. Fəxrimiz başımızın ucalıqdır. Yerdə oxuduğu sinif yollar, 11 ildir qardaş dediyi uşaq, Şərifov Mirnağı, ikisi bir yerdə şəhid olmuş. Allah sizi rəhmət eləsin. Fərid haqqında mən nə deyə bilərəm? Fərid, yəni düşüb bir dəqiqə bizim kəndin Böyük Bəcrəvan, Cəllabad rayonunun Böyük Bəcrəvan kəndidir bizim kəndin adı. Əgər düşüb bir dəqiqə kəndinin başından o başına soruşduqca, əgər Fərid haqqında heç bir kəs pis bir söz deyə bilməz. Çünki o elə bir uşaq döyür idi. O elə uşaq idi ki, əsərsiz deyim, balaca ilə balaca, böyüklə böyük, birinin yanından salamsız, hörmətsizliyindən keçməzdi. Mənim qardaşım oğlu Fərid haqqında yəni nə desən azdır, elə bir uşaq idi. Fərid o cür ürəyi yanan, dayı hətta mənə atasına zəng eləmişdi, məndən danışdı, deyirəm ki, bala müharibədəsiz də, baxma da özündən müğayət ol. O gör nə qədər, yəni qohumun, əqrəbəsin istəyən adam idi, deyirdi ki, yox, əmim, siz özünüzdən müğayət olun.